25 avqust 2026-cı il tarixində Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Sabah və Hapoel Beer-Şeva komandaları arasında UEFA Çempionlar Liqasının play-off mərhələsinin həyəcan dolu cavab qarşılaşması keçirilir. Qitənin ən mötəbər klub turnirinin liqa mərhələsinə vəsiqə qazanmaq uğrunda hər iki iddialı kollektiv meydanda son dəqiqəyədək əzmkar mübarizə nümayiş etdirir. Bakı təmsilçisi Sabah hücum xəttində Kristian Vaçukwu, Umar Ali Rahmonaliyev, Tellur Mütəllimov və Orfen Binanın təhlükəli həmlələri ilə fərqlənir. Qonaq Hapoel Beer-Şeva isə Igor Zlatanoviç, Qay Mizrahi və Elil Peretsin təşkil etdiyi kəsərli əks hücumlarla cavab verir. Hər iki komandanın məşqçilər korpusu oyunun gedişində etdiyi taktiki dəyişikliklərlə üstünlüyü ələ keçirməyə çalışır. İlk oyunda 2-1 hesablı qələbə qazanan İsrail klubu üstünlüyünü qorumaq üçün kompakt müdafiə sistemi seçdiyi halda Sabah doğma azarkeşləri önündə aqressiv pressing və kənar cinah ötürmələri ilə hesabdakı fərqi aradan qaldırmağa can atır. Bakıda tribunalardan gələn böyük dəstək fonunda maçın dinamikası və emosional gərginliyi bir an belə azalmır. UEFA Çempionlar Liqasının play-off mərhələsinin dramatik cavab qarşılaşmasında meydanda əsl xarakter nümayiş etdirən Sabah, Hapoel Beer-Şeva qarşısında unudulmaz bir geri dönüşə imza atdı. Qonaqlar əsas vaxtda Igor Zlatanoviç, 10 və Qay Mizrahi 61 ilə fərqlənsələr də, hücum tempini bir an belə azaltmayan Sabah 94-cü dəqiqədə Tellur Mütəllimovun möhtəşəm qolu ilə ümumi hesabı bərabərləşdirərək maçı əlavə vaxta daşımağı bacardı. Əlavə vaxtda təzyiqini daha da artıran təmsilçimiz 101-ci dəqiqədə Patrik Orfembina və 115-ci dəqiqədə Joy Lance Mikkelsin vurduğu qollarla hesabı 5-2-yə ümumi hesabda 5-4 gətirdi. 54% lig topa sahib olma, 31 zərbə və 6 real qol epizodu ilə oyuna tam hökm edən Sabah 116-cı dəqiqədə qələbə üstünlüyünü qoruyaraq tarixi bir zəfərə addımladı.